Bir neçə gün bundan öncə bir xəbər medianın redaksiyasına Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən kiçik sahibkarlar və fəhlələr tərəfindən ciddi şikayətlər daxil olmuşdu. Daxil olan iddialarda bazarda daxili qayda qanun adı altında süni işıq pullarının yığılması, arenda haqlarının yüksək olması və sadə fəhlələrin sıxışdırılması kimi ciddi narazılıqlar əks olunurdu. Məsələ ilə bağlı Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bir xəbər media ilə əlaqə saxlayaraq mövzuya rəsmi münasibət bildirib. O, səsləndirilən bütün bu iddiaları qəti şəkildə rədd edərək təkzib edib. Mətbuat katibinin səs yazısının olduğu kimi diqqətinizə çatdırırıq. Kəmaləddin Qədim, Sədərək Ticarət Mərkəzi mətbuat xidmətinin rəhbəri. Sədərək Ticarət Mərkəzindən bağlı sizdə gedən bir məqaləyə istəyirəm, öz münasibətlərimi bildirim. Bir də rəfi olaraq, bir mənalı olaraq vururam ki, bu adam bizdə işçi deyil, bizdə heç bir fəaliyyətinə məşğul deyil. Mən araşdırdım, bunlar qeyri-qanuni şəkildə Sədərək Ticarət Mərkəzindən makler fəaliyyəti ilə məşğuldurlar. Burada da biz bu fəaliyyəti qadağan eləmişik. Çünki niyə? Aparıcı burada deyir ki, bunlar 500 manat ilə pul qazanırlar, buna imkan verilmir. Bunlar gəlirlər, sahibkarı qarşılayırlar, sahibkarı daha doğrusu müştərini qarşılayırlar, mütəxəssəs mağazalara aparırlar, burada daha ucuz, daha yaxşı bir şey təklif eləyəcək sizə. Aparırlar o mağazaya, o mağazada sahibkar da üstə biraz da artıq pul qoyur, bunlara pul verməyi dərdindən özü mallarını satırlar. Və çox keçmir ki, müştəri həmin oradan aldığı malın bir qonşu mağazada, yaxın mağazada 2 qat aşağı qiymət olduğunu görür. Burada böyük bir qalmaqal yaranır. Deməli, digər sahibkarlar da bununla bağlı öz şikayətlərini bildirirlər, etirazlarını bildirirlər. Bizdə də dəfələrlə bununla bağlı müraciət olunub. Biz də bununla bağlı bütün sahibkarlara xəbərdarlıq məktubu göndərmişik ki, bu məktubda da onlar makler fəaliyyəti ilə məşğul olan adamları yaxına buraxmasınlar. Bunlar müqavilə bağlanmadan bir işçi kimi fəaliyyət göstərməyən şəxsləri işə cəlb eləməsinlər. Bunlar üçün onlar da məsuliyyət daşıyırlar. Bunlara da xəbərdarlıq məktubları göndərilib. O sahibkarlara bununla bağlı məktublara imza atıblar, böyük əksəriyyəti. Yəni bunlar bu fəaliyyəti bizdə demək olar ki, bu özəl bir yerdir. Təbii ki, müstəqil bir qurumdur bura, fəaliyyəti qadağan eləmiş. Ki, həm müştəri, məqsədimiz də o da həm müştəri aldadılmasın, həm müştəri aldadırlar, ucuz malları biraz da baha qiymətdə satırlar. Həm də ki, bu digər sahibkarlara o, necə deyərlər, zərər dəyməsin. Bununla bağlı bu adamın məşğul olduğu işdir. İndi özdə qazi statusundan istifadə edir, nə dərəcədə qazidir bilmirik. Haliyyədə desə araşdırdıq, burada yoxdur. Çıxıb gedib harasa qaçıbdır. O verdiyi məlumatdan sonra, yanlış məlumatlardan sonra yoxdur. Tapılanmır ki, onun bir izahatı zada alınsın ki, nəyə əsasən bu cür məlumatlar yayır. Bizdə qazilər çoxdur. Sədərək firması 44 günlük vətən müharibəsində həmişə ordumuzun yanında oldu, həm maddi və mənəvi dəstəyini göstərdi. Və bu gün də Sədərək Ticarət Mərkəzində firmanın əhatə elədiyi şirkətlərdə kifayət qədər şəhid ailələri, qazilər işləyirlər, maaş alırlar. Bizim onlara daimi diqqətimiz, qayğımız, necə deyərlər, öz yerindədir. Bunu da vurğulamaq istəyirəm. Sonra burada vergidən yayınma halları vurğulur bu adam. Hər halda yoldan keçən bir adamın fikridir bu. Onunla bütün Sədərək Ticarət Mərkəzini və firmanı ittiham eləmək düz deyil, doğru deyil. Burada Vergilər Nazirliyin ayrıca bir qurumu fəaliyyət göstərir. Demək olar ki, bu qurum mütəmadi olaraq öz fəaliyyətini davam elətdirir. Bizdə bu oyunlar var, mağazalar, sahibkarlar oyun açıqlar, bundan fəaliyyət göstərirlər. Onu da vurğulamaq istəyirəm ki, son illər bu oyunu olmayan mağazaları biz imkan vermirik ki, belə bir mağaza olsun. Çünki mağaza sahibini yox, bu oyunu olmayan mağaza sahibini yox, firmanı cərim edirlər. Bizdə nə az nə çox bir 6.000 manat aşağısı cərimə olunur ki, o mağaza niyə bu oyunu yoxdur, sahibkarın bu firmanı cərim edirlər. Ona görə bizim təbii ki, marağımız bundan ibarətdir ki, hamının
boyun olmalıdır, qanuni şəkildə sahibkar fəaliyyət göstərməlidir. Bunlarla məşğul olan xüsusi vericilər qurumu şöbəsi var ki, bundan məşğul olur. Sonra burada işıqla bağlı vurğuluyur bu vətəndaş. Güya burada biz işığı yüksək qiymətə, aşağı qiymətə alıb yüksək qiymətə satırıq. Biz işığı Azərişıq Azərbaycan Səhmdar Cəmiyyəti, Azər Səhmdar Cəmiyyətindən alırıq və əlavə transformatorlar xərci, elektrik texniki xidmət xərci daxil olmaqla bu qiymətə də satılır. Mağazaların demək olar ki, əksəriyyətində elektron sayğac quraşdırılır və demək olar ki, işıq pulları da smart kart vasitəsilə ödənilir. Texniki şərtlər üzrə müqavilələr əsasında fəaliyyət göstərir. Bunlar satış qiyməti də 18 qəpikdir. Elektron sayğacları firmanın elektron şöbəsi tərəfindən quraşdırılır və bura demək olar ki, xüsusi mühasibatlıq və şöbələr nəzarət edir hər ay bu işıq pullarının yığılması ilə, ödənilməsi ilə bağlı. Buna da təbii ki, kassaya ödənilir və burada heç bir qeyri-qanuni ödənişdən oğurluqdan söhbət edə bilməz. Sonra digər məsələlər var burada. Yəni bu adamın şəxsi fikirləridir. Bu adam, elə deyirəm, burada minlərlə sahibkar öz biznesini qurub, sahibkarlıq fəaliyyətindən məşğuldur. Bunlara da həmişə böyük diqqət qayğı var sədrə firması rəhbərliyi tərəfindən. Bunlar kreditlərlə lazım gələndə təmin olunurlar. Bunların işləməsi üçün lazım şərait yaradılır. Bunların necə şəkildə onlayn fəaliyyətləri də son vaxtlarda deyirəm, onlayn fəaliyyətdə artıqdır. Baxsa ki, o kənardan birdən deyirlər ki, onlayn fəaliyyət Sədrə Ticarət Mərkəzinin fəaliyyətinə təsir göstərir. Daha doğrusu çox təsir göstərmir. Əksinə Sədrə Ticarət Mərkəzində də sahibkarlar onlayn satışında məşğuldurlar. Bizim burada post fəaliyyəti göstərir. Hər gün orada deyim ki, kifayət qədər mallar göndərilir regionlara, rayonlara. Demək olar ki, Sədrə Ticarət Mərkəzi bütün qanunlar çərçivəsində öz fəaliyyətini davam elətdirir. Burada sahibkarlara qarşı heç bir ciddi münasibət, pis münasibəti yoxdur. Əksinə onlara böyük dəstək var, böyük diqqət var və sahibkarlar da həmişə dövlətimizin, hökumətimizin yanındadır. Dövlətimizin onlara olan qayğısından həmişə razıdırlar. Demək olar ki, bu adam da yoldan keçən bir adamdır, bu şəxsi fikirləridir. Tamamilə bunları təqsib edirəm və xahiş edirəm ki, bizim də təqsib məktubumuzu çap edəsiniz.